Xabi Alonso rəsmi şəkildə Real Madriddən istefaya göndərildi. Bu barədə klub rəsmi bəyannamə ilə çıxış edib və Vinicius Junior və onun ətrafında olan bütün axmaq futbolçuları səmimi qəlbdən alqışlayırlar. Bu möhtəşəm bir qələbədir. Ümumiyyətlə Real Madridin son 10 il ərzində verdiyi ən dəxilsiz qərarlardan biridir və həqiqətən də bizim bir neçə aydır ki, bu oyun məğlub olarsa Xabi Alonso üçün son oyun olacaq kimi xəbərlər həqiqətən də düz imiş və həqiqətən də Florentino Perez'in səbr kasasında son damcı lazım idi ki, bu son damcı dünənki El Clasico oldu və mənə çox maraqlıdır ki, nəyə görə Florentino məhz yanvar ayında hələ heç bir qlobal titul əldən getməmiş bu qərarı verdi. Çox güman ki, bu ona dəlalət edir ki, növbəti Real Madridin məşqçisi artıq bəllidir və mən hələ ki, bunun kim olduğunu bilmirəm, amma düşünürəm ki, yanvar ayında belə tez qərarı verməyə ona yalnız bir fiqur vadar edə bilərdi. Təbii ki, Carlo Ancelotti heç kim Braziliyadan gətirməyəcək və bu çox güman ki, bizim hər birimizin artıq 3-cü dönəmini gözlədiyimiz, daha doğrusu kiminsə, mənim yox, amma bu çox güman ki, Zinedine Zidane olacaq. Hələ rəsmi açıqlama yoxdur, bu barədə xəbərlər var, amma dəqiq məlumat yoxdur, amma yenə deyirəm, bunu gözləmək lazımdır. Bilmirəm, həqiqətən də bu nəyə gətirib çıxardacaq? Mən bu qərarla qəti surətdə razı deyiləm. Mənə elə gəlir ki, ən azından mövsümün sonuna kimi Xabi Alonso'ya vaxt vermək olardı, amma Florentino Perez belə düşünmür. Real Madriddə həmişəki kimi hər şey çox möhtəşəmdir. Belə, sizsə özünüz fikirləşib şərhlərdə yazın. Sizcə Xabi Alonso getməlidir yoxsa yox? Getməlidirsə onu əvəzləyəcək baş məşqçi kim olacaq? Şərhlərdə mütləq şəkildə yazın.